Salam əziz şagirdlər. Bugünkü mövzumuz Qanlı Qoca oğlu Qanturalı mətninin, dinləmə mətninin ev tapşırıqları ilə bağlıdır. Qanlı Qoca oğlu Qanturalı boyuna əsasən biz hekayə xəritəsini tamamlamalıyıq. Gəlin baxaq. Mətnin adı Qanlı Qoca oğlu Qanturalı, məkan Oğuzeli, Trabzon, baş qəhrəman Qanturalı Selcan xatun, digər obrazlar isə Qanlı Qoca, Trabzon hakimi, 40 igid və düşmənlər. Mətnimizin qısa məzmunu ilə bağlı mən əsas məqamları plan əsaslı sizə çatdırıram. Tamamlamaq isə sizə həvalə olunur. Deməli, Qanlı Qocanın oğlunu evləndirmək istəməsi, Qanturalının igid bir qızla evlənmək arzusu, Qanturalının 3 heyvanı məğlub etməsi, qəfil hücum və Qanturalının Selcan xatını sınaması. Uşaqlar, bu tapşırığımızda isə Qanlı Qoca oğlu Qanturalı boyunun qəhrəmanı Selcan xatına aid xüsusiyyətləri müəyyənləşdirmək və obraz xəritəsini tamamlamaqdan ibarətdir. Əvvəlki dərslərimizdə də biz bu cür obraz xəritələri hazırlamışdıq. Deməli, Selcan xatunun Trabzon hakiminin qızı idi və biz onun xarakterinə diqqət yetsək, igid, sədaqətli idi. Gəlin onu əsaslandıraq mətnimizdəki faktlarla. Selcan xatun çox yaxşı at çapar, atdığı ox yerə dəyməzmiş. Həmçinin gecə hücumu zamanı düşmənlə vuruşub onları məğlub etdi. Sədaqətli idi. Qanturalı onunla döyüşmək istəyəndə ona ucu iti olmayan ox atıb onu ölümünü istəməmişdi. Öz sadiqliyini sübut etmişdi. Obraza münasibəti isə uşaqlar siz müəyyən edin. Sonuncu tapşırığımız isə Qanlı Qoca oğlu Qanturalı boyunda baş verən hadisələrin ardıcıllığını düzməkdən ibarətdir. Uşaqlar, gəlin biz bu ardıcıllığı bir yerdə düzək. Deməli, birinci biz müəyyən edərik tapşırıqda verilən ikinci hissəni, ikinci sətri. Məsələn, Qanlı Qoca Qanturalı üçün igid qız axtarır və Trabzonda Selcan xatunu tapır. Daha sonra biz ora birinci sətri yerləşdirərik. Qanturalı 40 igidlə Trabzona gedir və vəhşi heyvanları məğlub edir. Sonra üçüncü Qanturalı Selcan xatunu alıb birlikdə Oğuz elinə gedirlər. Nəhayət, 6-cı gecə Selcan xatun düşmənlərin hücumunu görür və Qanturalını xilas edir. Bundan sonra isə bu hadisə baş verir ki, 5-ci Qanturalı Selcan xatunun onun ölümündən qurtarması ilə öynəcəyindən şübhələnir və onu öldürmək istəyir. 4-cü isə Qanturalı Selcan xatunu sınayır, onun sadiqliyini anlayır və birlikdə Oğuz elinə yola düşürlər. Mətnimizlə bağlı digər ardıcıllığı da siz müəyyən edin. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.